Salam dostlar. Bugün sizin üçün rayon vlogu səsləndirirəm. Burada günəşin çıxmasını çəkirəm və Bakıdan çıxırıq, səhəri Lənkəranda açırıq. Və gözəl yerləri qısa-qısa çəkməyə istədim ki, Lənkəranda belə görəsiniz. Biz də buradan üzü yuxarı Xanbulana tərəf gedirik, çünki Xanbulan Daşdötük Biləsər. Biz də Biləsərə gedirik, bugün yolumuz oradır. Və burada da gördüyünüz kimi Xanbulan yolu təmirə bağlanıb, təmirdədir, yəni təmir işləri gedir. Biz də buradan yollanırıq. Lənkəranda ən çox sevdiyim yerlərdən biri də bu Xanbulan gölüdür. Çox qəşəng, yəni mənzərə falan çox qəşəngdir. Yəni bir sözlə gəzməyə dəyər bir yerdir. Lənkəranda göz bəbəyi sayılır. Və biz buradan yollanırıq Daşdötükə. Daşdötük kəndində keçirik buradan. Və buradan da üzü yuxarı Biləsərə doğru gedirik. İnanıram ki, bu video sizin üçün maraqlı olacaq. Və Daşdötük yolunun da sonuna gəlib burada çıxırıq. Daşdötük yolundan sonra da ən çətin yol, yəni Biləsərə gedən yol. Biləsərə gedən yol bu Daşdötük yolu kimi belə deyil. Çünki orada gördüyünüz kimi belə bu vəziyyətdədirlər. Yəni buradan da yollanırıq yavaş-yavaş. Kəndimizin maşınlarıdır. Bu da Pirbilal ocağıdır. Pirbilal ocağı Biləsər yolunun üstündədir və oranı keçib gedirik Biləsərə. Bu da dağ mənzərə dedim ki, çəkim maraqlı bir şey olsun sizin üçün. Yəni baxmağa dəyər məncə. Biləsərə çatırıq dostlar və Biləsər çox gözəl, yaşıllıqlarla, dağla əhatə olunmuş gözəl bir yerdir. Burada da məhəlləmizə düşürük, bizim məhəlləyə, yəni yol. Bizim məhəllənin yolu da vau qəşəng deyil. Yəni biraz uzun yoldur, həm də yolun da bərbad olduğunu da görürsüz. Burada da evimizə çatırıq, həyəti çəkirəm. Sonacan izləyən hər kəsə təşəkkürümü bildirirəm.